Ovçu Pirimin nağılı. Badi giriftar, hamam içində, xəlbir saman içində, dövə dəlləklik eylər, köhnə hamam içində. Hamamçının tazı yox, baltasında sapı yox. Buradan bir tazı keçdi, onun da xaltası yox. Qarışqa şılla qatdı, dəvənin budu batdı. Milçəkə mindik, kürü keçdik, yabayla da doğğa içdik. Günlərin bir günündə, Məhəmməd Nəsir tinində, biri var idi, biri yox idi, bir ovçu pirim var idi. Bunun işi, peşəsi sabahdan axşama kimi dağda, daşda, meşədə ovçuluq eləmək idi. Yenə bir gün ovçu pirim şikara gedir. Yolda qabağına bir ceyran çıxdı. Tez oxu çilləyə qoyub ceyranı vurdu. Gətirib evdə dərisini soyub, ətini şişə taxıb kabab bişirmək istədi. Ovçu pirim elə ki, şişləri odun üstünə qoydu, bir də gördü ki, ətin hər tikəsi bir ceyran olub başladılar qaçmağa. Pirim bu işə lap məətəl qaldı. Əlləri ilə gözlərini ovuşdurdu ki, görsün, bu yuxudur, ya gerçək. Gördü ki, yox balam, elə doğrudur. Aradan bir neçə gün keçdi. Ovçu pirim fikirləşdi ki, ceyranın dərisi çox qəşəngdir. Aparım bunu padişaha bağışlayım. Pirim dərini gətirib padişaha verdi. Vəzir, vəkil yığılıb gördülər ki, bu elə bir dəridir ki, heç qiyməti yoxdur. Vəzirin ovçu pirimə paxıllığı tutdu. Onun başını batırmaq istədi. Odur ki, dedi, Qibləyi aləm, bu cür gözəl dərəni salmağa gözəl də bir imarət lazımdır. Özü də fil sümüyündən, o da ki, səndə yox. Əvvəlcə fil sümüyündən bir imarət tikdir. Sonra ceyran dərisini də sal evə. Padişah dedi, vəzir, mən bu qədər fil sümüyünü haradan tapım? Vəzir də dedi, ceyran dərisini gətirən fil sümüyünü də gətirə bilər. Ovçu pirimi göndər, tapıb gətirsin. Padişah o saat ovçu pirimi çağırıb əmr elədi ki, 7 gün müddətində mənə fil sümüyündən bir imarət tikdirməsən, boynunu vurduracam. Yazıq pirim çox peşiman evə qayıtdı. Özü-özünə dedi, haqqı var, mən niyə axı ceyran dərisini aparıb göstərdim axı bu padişaha, o da məndən belə bir şey istəyir. Özümü öz əlimlə başıma gör nə bəla açdım. Biraz götür qoy edəndən sonra qərara gəldi ki, baş götürüb bu vilayətdən eləyim içsin. Boğçasına biraz çörək qoyub, oxunu, yayını əlinə alıb başladı getməyə. Az getdi, çox getdi, dərə təpə düz getdi. Gəlib bir dağın dibinə çatdı. Gördü ki, uzaqdan bir qəşəng ağ ilanla bir bədheybət qara ilan bir-birinə sarmaşıblar. Qara ilan ağ ilana az qalır ki, boğub öldürsün. Ovçu pirimin ağ ilana həm yazığı gəldi, həm də qeyrəti götürmədi. Oxu çilləyə qoyub qara ilanı nişan aldı. Amma bədbəxtlikdən o ağ ilana dəyib, onu bərk yaraladı. Qara ilan həmən qaçıb getdi. Ağ ilanın qışqırığına bütün ilanlar tökülüb gəldilər. Demə, ağ ilan, ilanlar padişahının qızı imiş. Odur ki, padişah əmr elədi ki, qızımı vuranı yerin dibindən də olsa, göyün lap ucqarında da olsa, tez tapıb mənim hüzuruma gətirin. Bəli, o saat ilanlar düzü dünyanı axtarıb ovçu pirimi tapdılar. Qabaqlarına salıb ilanlar padişahının imarətinin qapısının ağzınacan qovdular. Ovçu pirim çox bikef idi. Bu ilanlardan biri yolda pirimə dedi, ovçu pirim, niyə bikef olmusan? Öz əməlinin cəzasıdır da, indi də çəkirsən. Pirim də dedi, ilan, mən ağ ilana yaxşılıq eləmək istəyirdim. Gəldi tərsinə çıxdı.
ona görə bir kefəm. İlan dedi, Pirim qağa, ilanlar padişahı bilsə ki, bu iş sənin namusuna toxunub, onda sənin günahından keçər. Pirim baxdı ki, böyük bir dağın altında yol gedir. Get ha get, get ha get, düz gəlib çıxdılar şah olan yerə. Gördü burada bir cahicəlal var ki, heç deyiləsi deyil. Hər yer qızıldan, gümüşdən, ləl-i cəvahiratdandır. Burada qızıl taxtın üstündə yekə bir ilan oturub, başında da ləl cəvahiratdan bir tacı var ki, baxanda adamın gözü qamaşır. Demə bu ilanlar padişahı imiş. Bunu hər tərəfdən rəngbərəng, irili, xırdalı ilanlar dimdik qalxıb az qala adamı yesinlər. Bir xışıltı, bir fışıltı var ki, gəl görəsən. Ovçu Pirim qorxusundan tərpənə bilmirdi. Ayağının altında o qədər ilan var idi ki, sayı hesabı yox idi. Ovçu Pirimin yaraladığı ağ ilan da qapının yanında durmuşdu. İlan dilə gəlib dedi, ey Ovçu Pirim, mən bilirəm, sən məni qəsdən vurmadın. Qara ilanı vurmaq istəyirdin, amma ox mənə dəydi. İndi ilanlar padişahı ilə danışıb, qurtarandan sonra desək ki, məndən nə istəyirsən? Ondan qorxmadan de ki, iki şey istəyirəm. Biri, yaşıl qaşlı üzüyü mənə ver, ikincisi də ağzıma tüpür. Atam nə qədər qəzəblənsə də qorxma, elə o şeyləri istə. İlanlar padişahı başını qaldırıb dedi, ey oğul, sən nə cürətlə mənim qızımı vurubsan? Ovçu Pirim dedi, ey ilanlar şahı padişahı, mən sənin qızını qəsdən vurmadım. Gördüm ki, bir qara ilan onun boynuna sarmaşıb boğmaq istəyir. Namus mənə güc elədi. Bu kafirlikdə bədheybət qara erkək ilan, belə gözəl göyçək ağ ilanla niyə oynasın? Odur ki, mən o qara ilanı nişan aldım. Amma bədbəxtlikdən ox ağ ilana dəydi. Padişah bu sözü eşidən kimi dedi, Ovçu Pirim, mənim qızımın namusunu çəkdiyinə görə səni öldürməyəcəyəm. Əvəzindən məndən nə istəyirsən de verim. Ovçu Pirim dedi, mənim təqsirim çoxdur, ölmək istəyirəm. Padişah sağ olsun, elə ağzıma tüpür, qoy ölüm gedim. Onda mənə yaxşılıq eləmiş olarsan. Padişah dedi, ay ovçu, axı mənim tüpürcəyim zəhərlidir. Sonra padişah bir ilanı çağırıb dedi, tüpür bu daşın üstünə, ovçu görsün. İlan daşın üstünə tüpürən kimi, daş zəhərin gücündə parça-parça olub dağıldı. Padişah dedi, ovçu, gördünmü zəhərin gücünü? Ovçu Pirim dedi, mən razıyam, tüpür. Padişah əlacsız qalıb, Ovçu Pirimin ağzına tüpürdü və dedi, ovçu, məndən daha nə istəyirsən? Ovçu Pirim də dedi, padişah sağ olsun, bir şey də istəyirdim, amma utanıram deməyə. İlanların şahı dedi, utanma, de. Pirim də dedi, qorxuram verməyəsən, and iç ki, anamın südü haqqı verəcəyəm, sonra deyim. İlan gördü ki, Pirim əl çəkmir. Odur ki, anasının südünə and içdi. Onda Pirim dedi, sənin iki üzüyün var. Biri yaşıl qaşlı, o biri də sarı. Mən o yaşıl qaşlını istəyirəm. Padişah bu sözü eşidən kimi dimdik ayağa qalxdı. Gözləri çıxdı kəlləsinə. Dili bir qarış çıxdı çölə. Ağzından köpüklərini başıb daşımağa başladı. Qəzəbindən dedi, de görüm sənə kim öyrətdi bu sirri? Pirim dedi, heç kim, özüm. İlanların padişahı and içmişdi. Əlacı kəsildi, götürüb üzüyü verdi. Pirim üzüyü barmağına taxandan sonra dedi, ey padişah, bir üzük nədir ki, onu vermək istəmirdin? İlanların padişahı dedi, Pirim, bil və agah ol ki, mənim tüpürcəyim xalis sehirdir. Kimin ağzına tüpürsəm, o cəmi quşların, heyvanların, otların dilini biləcək.
Bu üzük də ki, kimin barmağına taxılsa, dünyada nə istəsə, o saat yanında hazır olacaq. Bax, ona görə də mən bunu vermək istəmirdim. Ovçu Pirim padşahın yanından çıxan kimi gördü ki, bütün otların, çiçəklərin, ağacların, heyvanların, ilanların hamısının dilini bilir. Ovçu Pirimi görən kimi ilanlar yerin deşiğindən başlarını çıxarıb dedilər: Ovçu Pirim, burada 40 küp qızıl var. Mən onun üstündə yatıb qoruyuram. İstəyirsən, gedim, sən də gəl qızılları apar. Pirim ilanların köməyi ilə yerin altında nə qədər qızıl var idisə, hamısının yerini öyrəndi. Odur ki, bu qızıllardan bir xeyli çıxardıb özü ilə apardı. Özü də yol aldı düz Hindistana sarı. Qabağına böyük bir göl çıxdı. Öyrəndi ki, bütün fillər gəlib bu göldən su içib, sonra da çimirlər. Odur ki, Ovçu Pirim ilanlar padişahına ismarıc göndərdi ki, mən bu ilanların sümüklərini necə əldə edə bilərəm? İlanlar padişahı da ona öz vəzirindən ismarıc göndərdi ki, necə yəni necə? Axı sənin barmağında sehirli üzük var. Üzük sayəsində nə qədər sümük istəyirsən əldə edəcəksən. Yazıq fillər də öz sümükləri ilə bərabər xoşbəxt yaşayacaqlar. Bu fikir Ovçu Pirimin alnına batdı və o üzüyün sayəsində ummanca, çoxluca, bolluca sümük əldə edib gözəl bir imarət tikdirdi. Fil sümüyündən çox gözəl bir imarət. Ovçu Pirim gördü ki, ev hazırdır, özü də padişaha verdiyi və tamamdır. Tez padişahın yanına gəlib dedi: Padişah sağ olsun, fil sümüyündən ev hazırdır. Padişah baxıb gördü ki, doğrudan da elə bir imarətdir ki, dünyanın heç bir yerində belə bir imarət yoxdur. İmarət o qədər hündür idi ki, dibi yerdən nəm çəkir, başı da buludlardan. Vəzir Ovçu Pirimin sağ gəldiyini görüb, ürəyində biraz da kinini artırdı. Padişah isə təzə evinə köçüb vəzirinə dedi: Hə, vəzir, indi mənim çatışmayan bir şeyim var, yoxsa yox? Vəzir də dedi: Qiblə-i aləm, belə bir gözəl evə, gözəl də bir qız lazımdır ki, o da Çin padişahının qızıdır. O qız da bu evdə olsa, onda sənin hər şeyin öz yerində olar. Padişah təzədən Ovçu Pirimi çağırıb, əmr elədi ki, indi də gərək Çin padişahının qızını götürüb gətirəsən. Yazıq Pirim əlacsız qayıtdı evinə. Biraz çörəkdən yatdan götürüb, başladı yol getməyin, binasını qoymağa. Az getdi, çox getdi, iynə yarım yol getdi. Yolda qabağına bir kişi çıxdı. Gördü ki, bir zorba adamdır. Elə bil divdir. Hər ayağında bir dəyirman daşı, bir də boğazında. Bu kişi quş kimi cəld idi. Heç elə bil ki, bu dəyirman daşları bunun ayağında deyildi. Ovçu Pirim kişiyə yaxınlaşıb dedi: Ay qardaş, dəyirman daşlarını niyə ayaqlarına keçiribsən? Kişi də dedi: Ay Ovçu Pirim, gəl məni də özünə yoldaş elə. Dərdimi sənə söyləyəcəm. Həm də səndən hara desən ora gedəcəyəm. Ovçu Pirim razı oldu. Kişi dedi: Mən bir padişahın pəhləvanıydım. Özüm də elə bəş qaçırdım ki, dünyada heç kim mənə çata bilməzdi. Bir gün padişah məni çağırıb, bir kağız verdi ki, gərək bunu aparıb, dərgah padişahının vəzirinə verib, bir günə qayıdıb gələsən. Dərgah padişahının torpağına 7 günə güclə getmək olardı. Mən günə gedib qayıtdım. Gələndə gördüm ki, arvadım padişahının bir qara qulu ilə söhbət edir. Hirslənib qılıncı çəkib qara qulu öldürdüm.
Arvadım qaçıb meşədə gizləndi. Başladım arvadımı axtarmağa. Düz 3 gün axtardım. Demə arvad gəlib padişaha xəbər verib ki, sənin pəhlivanın çoxdan qayıdıb gəlib, amma padişahın yanına gəlmək istəmir. Odur ki, padişah qəzəblənib, əmr elədi ki, mənim ayaqlarıma, boynuma dəyirman daşı keçirsinlər. O gündən bəri mənim ayaqlarıma, boynuma bu daşları keçiriblər ki, heç yerə qaça bilməyim. Kişi öz dərdini danışıb qurtarandan sonra Ovçu Pirim də öz başına gələnləri danışdı. Gəlib çıxdılar bir çayın qırağına. Ovçu Pirim ayaqlarında dəyirman daşı olan kişi meşədən bir ağac qırıb çayın üstünə uzatdılar ki, o tərəfə keçə bilsinlər. Bir də gördülər ki, bir yekə qanadlı qarışqa, yanında da öz qoşunları gəlib Ovçu Pirimə deyir: Ovçu Pirim, mən qarışqalarım, padişahıyam. Mənim qoşunlarım çaydan o tərəfə, bu tərəfə keçəndə suda boğulub ölürdülər. İndi sən bu körpünü düzəltdin. Mənim qoşunlarım çaydan rahat keçib gedəcəklər. Biz səndən çox razıyıq. Nə işin varsa de, onu yerinə yetirərik. Qarışqalar padişahının buynuzları, qanadı, həm də tükləri var idi. Qanadının ucundan bir azca qopardıb Ovçu Pirimə verdi ki, nə vaxtlara düşsən, bunu oda tutarsan. O anda bütün qarışqalar sənin köməyinə gələcək. Bəli, bu iki yoldaş yenə yol alıb başladılar getməyə. Az getdilər, çox getdilər, dərə təpə düz getdilər, dağlar aşdılar, ta ki gəlib çatdılar Çin padişahının torpağına. Gəlib padişahın elçi daşının üstündə oturdular. O saat xidmətçilər padişah xəbər apardılar ki, bəs 2 nəfər elçi daşın üstündə oturub. Padişah əmr elədi. Gedin, onları gətirin mənim hüzuruma. Xidmətçilər gəlib Ovçu Pirimi apardılar padişahın yanına. Padişah dedi: Kimsən? Niyə gəlibsən? Ovçu Pirim də dedi: Mən ovçu adamam. Gəlmişəm sənin qızını alıb aparam. Padişah dedi: Mənim 3 şərtim var. Əgər onları yerinə yetirsən, qızımı sənə verərəm. Yox, şərtləri yerinə yetirə bilməsən, onda səni öldürəcəyəm. Ovçu Pirim dedi: Mən razıyam. De. Padişah da dedi: Birinci şərtim odur ki, 12 çuvaldan 12 gilə şeyi bir-birinə qatıb, 12 ağaclıq bir yerə səpəsən, özü də bir saatda onların hamısını yığıb ayırt eləyəsən. İkinci şərtim odur ki, qızım hər qoluna bir dəyirman daşı taxıb qaçacaq. Sən də hər qoluna bir dəyirman daşı taxıb gərək qızımla ötüşəsən. Onu ötə bilsən, onda qızı sənə verərəm. Üçüncü şərtim də odur ki, ilanlar padişahının oğlunun ağzında oynatdığı yekə əlləri gətirib, gərək verəsən mənə. Ovçu Pirim padişahın şərtləri ilə razı oldu. Əvvəl qarışqalar padişahının verdiyi qanadı oda tutub, bütün qarışqaları yanına yığdı. Bir saatın içində qarışqalar 12 gilə şeyi 12 ağaclıqdan yığıb, hamısını ayırt elədilər. Padişah gördü ki, Pirim birinci şərti yerinə yetirdi. Bu dəfə padişahın qızı hər qoluna bir dəyirman daşı salıb meydana çıxdı. Qız doğrudan da gözəl idi. Adam üzünə baxmaqdan doymaq bilmirdi. Qələm qaşlı, uzun saçlı, incə belli, şirin dilli, ağ üzlü, qara gözlü, hündür boylu, pəhlivan kimi bir qız idi. Ovçu Pirim gördü ki, yox balam, deyəsən qızla bacarmayacaq. Odur ki, fənd qurub dedi: Padişah sağ olsun, bu mənim kiçik qardaşımdır. Özü də həm ayaqlarında, həm boynunda da dəyirman daşı var. Elə qoy, qızın əvvəlcə bununla ötüşsün. Əgər bunu ötə bilsə, onda məndən ötüşər. Qız razı oldu. Bunlar başladılar ötüşməyə. Ayaqlarında dəyirman daşı olan pəhlivan qızı ötüb keçdi. Pirim dedi: Padişah, sənin qızın mənim kiçik qardaşımı ötə bilmədi. Meydana girsəm, məni heç ötə bilməz. Padişah Ovçu Pirimin sözü ilə razı oldu.
Padişahın üçüncü şərti çox çətin idi. Ovçu Pirim ilanların dilini bilirdi. Odur ki, onları çağırıb kömək istədi. İlanlar padişahının vəziri dedi. O ləl ki, sənə lazımdır. O qara ilanların padişahının oğlundadır. O ilan həmişə gecələr çölə çıxıb, qaranlıqda ləli göyə atıb tutur, ağzında oynadır. Onu almaq çox çətindir. Gərək biz gedib dağın dalında gizlənək. Gecə ilan ləli atıb tutanda sən oxla ilanı vurasan, biz də ləli götürək. Beləcə, Ovçu Pirim ilanlarla durub gözləməli oldu. O qədər gözlədilər ki, ta gecə qaranlıq düşənə qədər. Onda qara ilan dilinin altında gizlətdiyi ləli göyə atıb tutmağa başlayanda, Ovçu Pirim qara ilanların padişahının oğlunu yaraladı. Ağ ilanlar isə tez göydəcə ləli tutub, gətirib Ovçu Pirimə verdilər. Elə bu vaxt bir də gördülər ki, bir nərilti, bir xışıltı gəldi ki, elə bil yerlə göy lərzəyə gəldi. Hər tərəfdən qara ilanların qoşunu hücum eləməyə başladı. 40 gün, 40 gecə ilanların davası oldu. Qan su yerinə axdı. Bu davada da qarışqalar köməyə gəlmişdilər. Həm Ovçu Pirimə kömək edirdilər, həm də ağ ilanlara. Baxdılar, amma gördülər ki, nə onlar bunlara bata bilir, nə də bunlar onlara bata bilir. Ona görə də hərəsi çəkildi öz yuvalarına. Ovçu Pirim də ləli götürüb apardı, Çin padişahına verdi. Padişah gördü ki, Pirim bütün şərtləri yerinə yetirib. Əlacsız qalıb qızını ona verdi. Ovçu Pirim qızı götürüb gəldi öz padişahının yanına. Yolda gələndə Ovçu Pirim bütün başına gələn əhvalatın hamısını qıza nağıl elədi. Qız da dedi, ay Ovçu Pirim, məni ki padişaha aparırsan, mən ona getməyəcəyəm. Gəl canımızı ondan qurtaraq. Ovçu Pirim dedi, axı necə? Qız da dedi, o sənin işin deyil, mən özüm hər şeyi həll edəcəyəm. Bəli, padişah gördü ki, Ovçu Pirim qızı da gətirib. Qız da ki, nə gözəl, nə göyçək, bir könüldən bir könlünə aşiq oldu. Amma qız həmən ona dedi, yol gəlmişəm, yorulmuşam, mənə 7 gün möhlət ver, sonra toy eləyərik. Padişah razı oldu. Qızı aparıb fil sümüyündən tikilmiş evə qoydular. Qız elə həmin gün xəlvətcə bir çənkan tapıb, ev qapısının içərisində dərin bir quyu qazdı. Üstünü də həsirlə örtdü. Özü də bu qapıdan heç kimi qoymurdu ki, bura padişahındır. Nəhayət 7-ci gün gəldi. Padişah bəyənib, düzənib, geyinib, keçinib, qızın yanına gəldi. Qız qapını açıb padişahı həmən qapıdan apardı. Elə padişah ayağını içəri qoyan kimi cüppultu ilə gedib quyunun dibinə düşdü. Sabah açıldı. Gördülər ki, padişahdan bir xəbər çıxmır. Axırda vəzir durub gəldi qızın yanına ki, bəs padişah hardadır? Qız vəziri də elə həmin qapıdan qəbul elədi. O da ayağını içəri qoyan kimi cürüb-cübbaz getdi quyunun dibinə, padişahın yanına. Qız tez adam göndərib Ovçu Pirimi çağırdı yanına. Ovçu Pirim Çin padişahın qızı ilə evlənib, başladılar keyf damaqla gün keçirtməyə. Ovçu Pirim barmağındakı üzüyə baxıb, ürəyindən nə keçirsəydi, o saat o şey qeybdən hazır olardı. Pirim üzüyə baxıb, padişahın imarətindən də qəşəng, gözəl bir imarət istədi. O saat nərilti ilə, cürultu ilə bir kərpici qızıldan, bir kərpici gümüşdən elə bir saray tikildi ki, heç bir padişahın belə bir imarəti yox idi. İçində bir cahi cəlal var idi ki, baxanda adamın ağlı başından çıxırdı. Bir-birinin içində 40 otaq var idi ki, hamısı qızıl, gümüş, ləl-cəvahirat, yaqut, zəvərcat, mirvari ilə dolu idi. Günlərin bir günü Pirimin köhnə peşəsi yenə yadına düşdü. Bir ova çıxmaq istədi. Odur ki, arvadına dedi, arvad, ürəyim yaman ova çıxmaq istəyir. Bu gün oxu götürüb, yayla birlikdə gedirəm meşəyə.
Arvad bu sözü eşidib iki barmağını bir başmağa dirəyib elə nıq dedi ki, gərək mən də gedəm. Pirim nə qədər dəlil, dəlalət eylədi ki, ay arvad, sənin bir uşaq qucağında, biri də qarnında, bu haldan hara gedirsən, meşədə sənin nə itin azıb? Arvad əl çəkmədi ki, çəkmədi. Axırda bir at özü mindi. Qarnında bir balası, yanında da bir qulunu olan bir ata da arvadını mindirib, fikirləşdi ki, heç olsa ağır olar, yolda yıxılıb eləməsin. Arvad balaca oğlunu da dalına şərləyib, sıçrayıb mindi ata, başladılar yol getməyə. Pirim qabaqda, arvadı da dalıcan gedirdilər. Birdən Pirimin atı daldakı ata dedi, ay Madiyan, niyə geridə qalırsan, gəlib mənə çatsana? Madiyan cavab verdi ki, görmürsənmi, bir balam mənim qarnımda, bir gözüm də qalıb qulunumda, üstümdə də bir uşaqla bir arvad, hələ üstəlik qarnında da bir balası, bu boyda yüklə sənə necə çatım? Ovçu Pirim atların bu danışığını eşidib bərkdən güldü. Arvad ərinin güldüyünü görüb, dirəndi ki, de görüm, nə olub, öz-özünə gülürsən? Pirim istədi, sirri açıb desin. Bir də gördü ki, atı dayandı, irəli baxıb gördü ki, bir ilan dimdik qalxıb dedi, Ovçu Pirim, sən onu bil ki, bu sirri açsan, öləcəksən, nə badə deyəsən. Pirim bu sözdən sonra arvadına heç nə demədi. Arvad mindi cin atına və dedi, deməli demirsən, indi ki belə oldu, onda mən qayıdıram atamın evinə. Arvad acıq eləyib düz qayıtdı evinə. Pirim nə qədər dil ağız tökdüsə də arvadı qayıtmaq istəmədi. Sonunda Pirim məcbur olub ona balaca bir yalan dedi. Dedi ki, mən həmişə atda oturanda qıdığım gəlir, ona görə də gülürəm. Arvadı buna tam inanmasa da, amma yenə də inandırıcı kimi göründü deyə onun günahından keçdi və o gündən arvad Pirimlə biraz mehriban dolandı. Amma aradan 5-10 gün keçəndən sonra arvadı yenə də sımsırığını sallayıb dedi ki, yox, onda sən mənə yalan demişdin, düzünü de, sirrini de mənə, axı niyə məndən gizlədirsən? Arvad o qədər axzar eləyib, Ovçu Pirimin baş beynini apardı ki, axırda Pirim cana doyub, sirrini açıb arvadına söylədi və dedi, arvad, onu da bil ki, sirri sənə söylədiyimə görə məni bir də görə bilməyəcəksən. Vəhşi heyvanlar, qurdular, quşlar məni yeyib öldürəcəklər. Arvadı dedi, kişi, elə şeydən niyə qorxursan? Bir müddət yerin altında lağım atıb, orada oturarsan. Ara səngiyəndən sonra çıxarsan. Pirim dedim, arvad, bu olan şey deyil. Mən gedib ovlanmalıyam. Ovçu Pirim oxunu, yayını götürüb getdi meşəyə tərəf. Gördü ki, bir sürü canavar buna sarı gəlir. Pirim baxdı ki, yaxında bir çoban qoyun otarır. Özünü verdi çobanın yanına. Əhvalatı söyləyib ondan kömək istədi. Çobanın 10-15 iti var idi. Hər biri əjdaha kimi. Çoban dedi, qardaş qorxma, itləri salaram canavarların canına, hamısını boğub öldürər. Bəli, bir də gördülər ki, canavarların sürüsünün ağzı açıldı. Elə bil bir qoşun gəlir. Çoban itlərə kıs vurub saldı canavarların üstünə. Bir tərəfdən itlər, bir tərəfdən də çobanla Pirim canavarlarla başladılar davadalaşa, ölüm-dirim müharibəsinə. Düz sabaha açılana qədər vuruşdular. Canavarlar o qədər çox idilər ki, qırmaqla qurtarmaq olmurdu. Çobanın itlərinin hamısı şülküt olub taqətdən düşdülər. Yazıq itlər neynəsinlər? Onlar 10-15 idi, canavarlar isə 1000-dən də çox. Çoban gördü ki, iş işdən keçib. Pirimi çadırının altında gizlətdi. Amma bu da Pirimi ölümdən qurtara bilmədi. Canavarlar Pirimi parça-parça elədilər. Ovçu Pirimin arvadı da bu əhvalatı eşidib çox peşman oldu. Nağıl tamama yetdi. Camaat da durub getdi evinə. Göydən uçalma düşdü. Birini nağıl söyləyən yedi. Birini kəsin, siz yeyin. Birini də yolda Pirimin atının qabağına çıxan ilanlar yedi.
Mən sağ, siz salamat. Mən 100 yaşayım, siz 250. Hansı çoxdur, siz götürün. Yerdə qalanı mənim. Videonu bəyənib kanalıma abunə olmağı unutmayın, əzizlərim.